Salam əziz abituriyentlər. Bu videoda mən sizə 2023-cü il test toplusundan əzələlər, oynaqlar və bağlar bölməsinin izahını vermək istəyirəm. Birinci sualda deyilir ki, insan orqanizmində əzələ toxumasının neçə növü var? Bilirik ki, insan orqanizmasında bir qrup əzələ toxuması var ki, onun da 3 növü var. Enlə zolaqlı əzələ, say əzələ və ürək əzələsi. Doğru cavabımız olur A variantı. İkinci sualda deyilir ki, insan orqanizmində neçə qrup əzələ toxuması var? Sözsüz ki, bir qrup əzələ toxuması var. Doğru cavabımız olur Y variantı. Üçüncü sualda deyilir ki, əzələlərində vətərlər vardır. 3 növ əzələ toxuması var. Enlə zolaqlı əzələ, say əzələ və ürək əzələsi. Vətərlər isə sadəcə olaraq enlə zolaqlı əzələlərdə olur və vətərlər vasitəsilə sümüyə birləşir, həm də skelet əzələləri deyilir və bizim iradəmizə tabedir. Baxırıq, doğru cavabımız olur D variantı. Əl barmaqları, çünki əl barmaqlarının hərəkəti bizim iradəmizə tabedir. Bəs nə üçün digər variantlar deyil, buna da baxaq. Aortanın divarı bilirik ki, 3 qatdan ibarətdir. Çöldən sıx birləşdirici toxuma, ortada say əzələ qatı, daxildə isə bir qat epiteli var. Saya əzələ qatı isə vətərlərə malik deyil. Heç bir saya əzələ toxumasının vətərləri yoxdur. Sidik kisəsi də eyni zamanda saya əzələlərə malikdir. Bizim iradəmizə tabe deyil və vətərləri yoxdur. Bağırsaq da eyni şəkildə saya əzələ qatı var, amma vətərləri yoxdur. Ağciyər arteriyası, arteriyada damardır. Bu da sıx birləşdirici toxumadan, saya əzələ qatından və epiteldən ibarətdir. Və saya əzələsi var və saya əzələnin bilirik ki, yenə də qeyd edirəm ki, vətərləri yoxdur. Demək, doğru cavabımız olur D variantı, əl barmaqlarının. Dördüncü sualda deyilir ki, tərkibində eninə zolaqlı əzələ toxuması olan, bu da bizim iradəmizə tabe olan əzələləri götürə bilərik. Bir də ürək əzələsi, çünki ürək əzələsinin tərkibi enlə zolaqlı əzələdən ibarətdir. Amma funksiyasına görə saya əzələləri oxşuyur, çünki bizim iradəmizə tabe deyil. Doğru cavabımız olur D variantı. Keçirik 5-ci suala. Sualda deyilir ki, qabırğaların sınması zamanı nə etmək lazımdır? Sözsüz ki, qabırğaların sınması zamanı dərin nəfəs vermə vəziyyətində döş qəfəsini möhkəm bağlamaq lazımdır. Doğru cavabımız olur C variantı. 6-cı sualda deyilir ki, vətərləri yoxdur. Bilirik ki, enlə zolaqlı əzələlərin vətərləri var, amma say əzələlərinin və ürək əzələsinin vətərləri yoxdur. Demək, biz iradəmizə tabe olmayan, yəni saya əzələləri seçməliyik. Doğru cavabımız olur ağciyər arteriyası əzələsi. Çünki bilirik ki, arteriya damarı çöldən sıx birləşdirici toxumadan, ortada saya əzələ qatı, daxilində isə bir qat epitel olur. Demək, saya əzələ olduğu üçün vətərləri yoxdur. Doğru cavabımız B variantıdır. Amma nə üçün digər variantlar deyil, buna da baxaq. Çeynəmə əzələləri iradəmizə tabedir. Demək, enlə zolaqlı əzələdir və vətərləri var. C variantında bazunu bükən əzələ, bu da iradəmizə tabedir. Enlə zolaqlı əzələdir və vətərlər vasitəsilə sümüyə birləşir. D variantında bazunu açan əzələ eyni şəkildə. Y variantında ayaq barmaqlarını hərəkət etdirən əzələ, bu da iradəmizə tabedir. Enlə zolaqlı əzələdir və vətərləri var. Demək, doğru cavabımız olur B variantı. Keçirik 7-ci suala. Sualda deyilir ki, bazunun iki başlı əzələsində saya əzələlər harada yerləşir? Bazunun iki başlı əzələsi özü enlə zolaqlı əzələdir. Amma ona qan damarları gəlir ki, qan damarlarının divarı isə saya əzələdən təşkil olur. Demək, doğru cavabımız olur B variantı, arteriya və venaların divarında. 8-ci suala baxırıq. Sualda deyilir ki, əzələlərdən hansının işinə baş beyin yarımkürələri qabığının neyronları təsir etmir? Qeyd eləyək ki, iradəmizə tabe olan əzələlərə baş beyin yarımkürələri qabığının neyronları təsir edir. Əgər təsir etmirsə, bu iradəmizə tabe olmayan, daha doğrusu saya əzələlər ola bilər. Doğru cavabımız A variantıdır, bağırsaq əzələləri. Bəs nə üçün digər variantlar deyil, ona da baxaq. Bazunu açan əzələ enlə zolaqlıdır, iradəmizə tabedir.
Ayak barmaqlarını hərəkət etdirən bu da iradəmizə tabedir, enə zolaqlıdır. Qabırğaları hərəkət etdirən əzələlər iradəmizə tabe ola bilir. Bazını bükən əzələ bu da iradəmizə tabedir. Demək, doğru cavabımız oldu A variantı. 9-cu suala baxaq. Döş qəfəsi, döş və kürək əzələləri ilə müdafiə olunan orqanlar. Sözsüz ki, döş boşluğunda olan orqanları seçə bilərik. Doğru cavabımız olur B variantı, ağciyərlər və ürək. 10-cu sualda deyilir ki, tərkibində enə zolaqlı əzələ toxuması olan. Tərkibində enə zolaqlı əzələ varsa, bu skelet əzələləri ola bilər. Bir də ürək əzələsi ola bilər, bildiyimiz kimi. Doğru cavabımız olur C variantı. Digərləri isə say əzələdir. Çünki sidik hissəsi say əzələdir A variantında. Sonra B variantında bağırsaq say əzələdir. D variantında qaraciyər enə zolaqlı əzələ deyil. Y variantında dalaq enə zolaqlı əzələ deyil. Doğru cavabımız olur C variantı. Keçirik 11-ci suala. Sualda deyilir ki, hansı əzələlərin hərəki neyronları baş beyin yarımkürələri qabığının neyronlarının təsiri altında olur? Demək, biz iradəmizə tabe olan əzələ seçməliyik. Doğru cavabımız olur A variantı, göz almasını hərəkət etdirən əzələ. Onu da qeyd edeyim ki, gözdə göz almasını hərəkət etdirən əzələ enə zolaqlıdır, iradəmizə tabedir. Amma gözdə olan dairəvi əzələ, radial əzələ, kirpikli əzələlər isə iradəmizə tabe deyil. Nə üçün digər variantlar deyil, ona da baxaq. B variantında mədə əzələsi say əzələdir. Sonra ağciyər venası əzələləri, venanın divarlarında say əzələ var. Ağciyər arteriyası əzələsi, bu da arteriyanın orta qatı say əzələdən ibarətdir. Bəbək əzələləri də dedim ki, iradəmizə tabe deyil. Doğru cavabımız oldu A variantı. 12-ci suala baxaq. Əzələlərdən hansının işinə baş beyin yarımkürələr qabığının neyronları təsir etmir? Demək, biz saya əzələlər, yəni iradəmizə tabe olmayan əzələ axtarmalıyıq. Bazını bükən əzələ iradəmizə tabedir. Mədə əzələləri isə iradəmizə tabe deyil. Doğru cavabımız B variantıdır. C variantında bazını açan əzələ iradəmizə tabedir. D variantında əl barmaqlarını hərəkət etdirən əzələ iradəmizə tabedir. Qabırğaları hərəkət etdirən əzələ bu da iradəmizə tabe ola bilər. İndi isə 13-cü suala baxırıq. Sualda deyilir ki, X, Y və Z-i müəyyən edin. Yəni, saya əzələlərə aid olan əlamətləri, enə zolaqlı əzələlərə aid olan əlamətləri və ortaq olan əlamətləri seçməliyik. Baxırıq. Bir də deyilir ki, işi qeyri-iradidir. Mən bunu saya əzələlər üçün yaza bilərəm. Mezoderma mənşəlidir. Hər ikisi dayak hərəkət sisteminə aid olanlar hamısı mezoderma mənşəlidir. 3-də deyilir ki, işi somatik sinir sistemi vasitəsilə tənzim olunur. Yəni bilirik ki, somatik sinir sistemi enə zolaqlı əzələrinin işinə təsir göstərir və iradəmizə tabe olur. Bu enə zolaqlı əzələdir. 3-ü bura üçün yaza bilərəm. 4-də vətərlər vasitəsilə sümüklərə bağlanır. Bu da enə zolaqlı əzələdir. Çünki ancaq enə zolaqlı əzələnin vətərləri olur. 5-də yığılma və boşalma qabiliyyətinə malikdir. Bu hər ikisi 5-i ortaq yaza bilərəm. 6-da deyir ki, işi avtonom sinir sistemi ilə idarə olunur. Avtonom sinir sistemi bu iradəmizə tabe olmayan saya və ürək əzələsinin işini tənzimləyə bilir. Demək, saya əzələ üçün yaza bilərik 6. Demək, X üçün 1, 6, Y üçün 2, 5, Z üçün 3, 4. Bu da Y variantına uyğun gəlir. 14-cü suala baxaq. Hansı əzələlər sümüklərə birləşir? Demək, biz enə zolaqlı əzələ seçməliyik. Baxırıq. Bağırsaq divarında yerləşən əzələ saya əzələdir, vətərləri yoxdur və sümüklərə birləşmir. Çeynəmə əzələsi iradəmizə tabedir, sümüyə birləşə bilər. Mədə divarında yerləşən saya əzələdir, yəni sümüklərə birləşə bilməz. Mimiki əzələ iradəmizə tabedir və sümüyə bağlana bilər. Sonra qan damarlarının divarında yerləşən bu saya əzələdir. Tükü qaldıran əzələ iradəmizə tabe deyil. Qabırğa arası əzələ bu iradəmizə tabedir, yəni sümüklərə birləşə bilir. Doğru cavab oldu 2, 4,
7, 2, 4, 7. Bəli. İndi isə 15-ci suala baxırıq. Sualda deyilir ki, insan orqanizmində əksər hissəsi saya əzələ toxuması növündən təşkil olunmamış əzələlər. Demək, saya əzələdən təşkil olunmursa, endozolaklı əzələsi ola bilər. Bir də ürək əzələsi. Baxaq variantlara. Bir də deyilir ki, mədənin boylama əzələsi, bu saya əzələdir. Sonra arteriya divarının əzələsi, bu da saya əzələdir. Böyük sarğı əzələsi, bu endozolaklı əzələdir. Mimiki əzələ endozolaklı əzələdir. Bağırsaq əzələsi sayadır. Ürək əzələsi də endozolaklı əzələdən təşkil olunur bildiyimiz kimi. Sonra qırtlaq əzələsi, bu da saya əzələ deyil. Doğru cavabımız 3, 4, 6 və 7-dir. 16-cı suala baxırıq. İnsanın əzələləri üçün uyğunluğu müəyyən edin. Baxaq, 1-1. A variantı qabırğa arası əzələlər, bu gövdə əzələlərinə aiddir. A-nı burada yazaq. Burada B-də mimiki əzələlər, bu başın əzələsidir. B-ni burada yazırıq. Üçbaşlı əzələ ətrafın əzələsidir. C-ni burada yazırıq. İkibaşlı əzələ, bu da ətrafın əzələsidir. D-ni burada yazırıq. Böyük döş əzələsi, bu gövdə əzələsidir. Y-ni burada yazırıq. Demək, 1 üçün B, 2 üçün, yəni ətrafların əzələləri D, C, gövdə əzələləri isə A, Y olur.